Balakən rayonunda Qazmə kəndində həyət yanı ev satışa çıxarılır. Qlavna yoldan təxminən 700-800 metr aralı bir məsafədə yerləşir. Təxminən bir 3-4 ilin evidir. Hal-hazırda evdə yaşayış yoxdur. Ön hissədən, yan hissədən də giriş-çıxış qapısı qoyulmuşdur. Reşotkalı. Möhkəm şəkildə tikilmiş evdir. Arka taraftan da giriş-çıxış qapısı qoyulmuşdur, reşotkalıdır. Ehtiyat kubik daşdan tikilmiş. Sövzası filete 6-7 ton. Su həcmi tutur. Həyət yanısı 7 sotdur. Kupçalıdır. Zövqlə tikilmiş bir evdir. Gördüğünüz kimi. Evdə kombi sistemidir. Kombi sistemi üçün ayrıca belə bir balaca otaqdır. Bu da yəni reşotkalıdır qapısı. Havalandırma üçün aşağı taraftan balaca belə porçikalar qoyulmuşdur. Evin her bir tarafından gördüğünüz gibi kabancıklar vurulmuştur. Yan taraftan da belə bir reşotkalı pəncərələr qoyulub. Həyətində bir neçə cür dekoratif ağaçlar əkilmişdir. Kamera sistemi quraşdırılıbdır. Yan tarafa yana qeyd etdiyim kimi giriş çıxışı qapısı qoyulubdur. Zövqlə tikilən bir evdir. Dört plakan torpaq seviyesinden hündürdə tikilmişdir. Yine burada gördüğünüz gibi yani evde yaşayış yoktur. Burada da tam dəmir reşotkalıdır girəcəkdə. Girəcəkdə, hamamda və bir neçə otaqda çoxluq oldu. Gireceğin sol tarafında. Yine yatak otağıdır. Yatak otağıdır bu hissədə. Belə bir kladovkadır. Yatak otağına ait. Qeyd etdiyim kimi çox
zövq ilə tikilmiş bir evdir. Yataq otağıdır bu hissədə, ön tərəfdə. Hamamıdır, aygölsudur, yeri çoxluq oldu yenə. Evdə kombi sistemidir. Hər bir şey işləkaldadır. Deməli, bu hissə aygöludur. Hamamı, yəni bu hissədədir. Ayrılıqdadır hamamı. Hamamda aygölsu. Bura duş hissəsidir. Bu hissədə dekor qabancıqdır. Televizor olan hissədə gördüyünüz kimi. Yan hissə, yəni sağ tərəfdə, çox tərəfdən qeyd etdiyim kimi, bu hissədən də arxa tərəfdən də giriş çıxışı var mətbəx hissəsinə. Bu hissədə mətbəx yerləşir. Gördüyümüz əşyaların demək olar ki, 70-80% evdə qalacaq. Paltaryandı. Paltaryandı, televizordur. Bunlar götürüləcəkdir. Bir də girəcəkdir. Stul götürüləcək. Qalan bütün əşyalar evdə qalacaqdır. Burada da qabancıqla işlənibdir. Mətbəxdir. Burada da çoxluq oldu. Qeyd etdiyim kimi evdə yaşayış olmur. Məsafə uzaq olduğu üçün gəlib getmək üçün, yəni məsafə uzaqdır deyib, ona görə gördüyümüz bu ev satışa çıxarılıbdır. Çox zövq ilə tikilib gördüyünüz kimi. Bu hissədə də yataq otağıdır. Pəncərələr karışmır, 2 dənə plastikdir, hamısı keyfiyyətlidir gördüyünüz kimi. Arxaya çıxış pəncərəsi qoyulmuşdur yataq otağından. Birbaşa artizandan suyu çəkilmişdir. İnternet xətti, qaz xətti, bütün kommunallar hamısı işlək haldadır. Kondisioner də mövcuddur, yəni evdə qalacaq götürüləcək əşyalar bunlardır. Bunlar qalacaqdır. Bir dənə bu hissədə olan bu əşyalar, yəni kreslodur, divanlı, qala stolu, bunlar götürüləcəkdir. Prospektdən, yəni mərkəzi yoldan təxminən 700-800 metr aralı bir məsafədə yerləşir. Qiyməti 73.000 manata təklif olunur. Qiymətdə cüzi endirim olacaqdır. Kupçalıdır, lateral aldı-satqı edərək evi əldə edə bilərsiniz.